Salam. Gəlin bugün münasibətlərin biraz fərqli tərəfindən danışaq. Yox, böyük davalardan, dramatik ayrılıqlardan yox. Tam əksinə, o qorxunc səssizlikdən, bir sevginin heç kim fərqinə varmadan yavaş-yavaş necə sönə biləcəyindən. Bilirsiniz, bəzən ən ağrılı sonluqlar qışqırıq-bağırıqla yox, pıçıltı ilə olur. Səssizcə. Bugün mən sizə məhz bu səssiz sonluğa aparan 4 gizli davranışdan danışacağam. Və təkcə problemdən yox, ən əsası bunun qarşısını necə almaqdan. Çünki bir şeyi düzəltmək üçün gərək əvvəlcə nəyin səhv getdiyini anlayaq, elə deyilmi? Yaxşı, gəlin başlayaq birinci davranışdan. Emosional divar. Psixoloqların buna bir adı var, emosional uzaqlaşma deyirlər. Amma gəlin sadələşdirək. Bu, elə bil ki, partnyorunuz sizinlə eyni otaqdadır, amma əslində orada deyil. Zehni, duyğuları, hamısı başqa yerdədir. Aranızda sanki şüşədən görünməz bir divar var. Yəqin ki, bu mənzərə çoxunuza tanış gəldi, hə? Bax, o emosional divar məhz belə, kiçik anlarla hürülməyə başlayır. Əvvəlki dərin söhbətlər yox olur. Yerini, hə, yaxşıyam, sən necəsən, kimi səthi danışıqlara verir. Və ən pisi nədir bilirsiniz? Sevdiyiniz insan düz yanınızda oturub, amma siz kainatdakı ən tənha insansınız. Gəlin bu əlamətlərə bir-bir baxaq. Əgər bunlardan bir neçəsi doğrudan da belədir, dedirdirsə, deməli o görünməz divar artıq aranızda ucalmağa başlayıb. Söhbətləriniz qısalırsa, dərinlik yoxdursa, gələcəkdən danışmaqdan qaçırsınızsa. Bilirsiniz, o divarın arxasına sığınmaq bəlkə qısa müddət üçün asan gəlir, amma əslində o divarlar arasında münasibətiniz nəfəssiz qalır, boğulur. Yaxşı, bəs bu divarı necə yıxmaq olar? Hər şey çox kiçik bir addımla başlaya bilər. Cəmi 10 dəqiqə. Hər gün cəmi 10 dəqiqə. Bütün ekranları söndürün, telefonları kənara qoyun və sadəcə danışın. Bir-birinizin gözünün içinə baxın. İnanın, hər gün bir kərpicini sökə-sökə o divarı dağıtmaq mümkündür. İndi keçək ikinci, bir o qədər də təhlükəli davranışa. Buna bəzən münasibətdən səssizcə çıxmaq da deyirlər. Yəni, insan artıq münasibətə heç bir yatırım etmir. Nə vaxt, nə enerji, nə də qayğı. Hər şeyi sadəcə bir vərdiş halına alır. Bir öhdəlik kimi. Bax, cəhdin sönməsi məhz belə bir hissdir. Bir vaxtlar ürəkdən gələn o kiçik sürprizlər, o düşüncəli jestlər indi sanki ağır bir yükə çevrilib. Xüsusi günlərin heç bir mənası qalmır. Elə bil ki, münasibətiniz avtopilotda gedir. Amma göstəricidə yanacağın bitdiyini göstərən qırmızı işıq yanıb sönür. Əgər siz də münasibətinizdə bu soyuqluğu hiss edirsinizsə, bu siqnallara mütləq fikir verin. Bütün görüşləri siz planlayırsınız, bütün söhbətləri siz başlayırsınız və qarşılığında heç bir həvəs görmürsünüzsə, deməli bu gəminin tək kapitanı sizsiniz və tək başına bir gəmini fırtınalı dənizdə sahilə çıxarmaq insanı inanılmaz dərəcədə yorur. Bəs o sönən odu necə yenidən alovlandırmaq olar? İnanın, bunun üçün möhtəşəm jestlərə, bahalı hədiyyələrə ehtiyac yoxdur. Sadəcə kiçik, amma davamlı bir vərdiş lazımdır. Bəlkə hər səhər birlikdə içdiyiniz o qəhvə ya da həftə sonu birlikdə çıxdığınız o qısa gəzinti? Məhz bu kiçik, amma davamlı addımlar o tərəfdaşlıq hissini, o biz duyğusunu yavaş-yavaş geri gətirə bilər. Və aradakı o emosional məsafə böyüdükcə, adətən ilk qurban fiziki yaxınlıq olur. Bu, münasibətin qırmızı bayraqlarından biridir. Çünki bəzən bir toxunuş minlərlə sözdən daha çox şey ifadə edir. Bu anlar, o kiçik rədd edilmələr o qədər ağırlı ola bilər ki, əvvəllər heç düşünmədən etdiyiniz bir qucaqlaşma indi yöndəmsiz bir hərəkətə çevrilirsə, bu sadəcə fiziki bir şey deyil. Bu, o emosional divarın artıq bədənlərinizə də toxunduğunun göstəricisidir. Unutmayın, insan sözlərlə çox asan yalan danışar, amma bədənimiz o heç vaxt yalan danışmır. Münasibətinizin o istiliyini itirib-itirmədiyini anlamaq üçün bəzi çox aydın siqnallar var. Əgər partnyorunuz sizə toxunmaqdan qaçırsa, sizinlə göz-gözə gəlməkdən çəkinirsə, yaxınlıq üçün davamlı olaraq yorğunam, başım ağrıyır kimi bəhanələr gətirirsə, bilin ki, problem sadəcə fiziki deyil, problem daha dərindədir. O ruhların bir-birinə toxunduğu yerdəki bağ qopmaq üzrədir. Burada təzyiq göstərmək isə ən böyük səhv olardı. Əsla, əksinə, çox incə, çox kiçik addımlarla başlamaq lazımdır. Yoldan keçərkən qoluna yüngülcə toxunmaq ya da qapıdan çıxarkən qısa, amma səmimi bir qucaqlaşma. Bax, bu kiçik toxunuşlar heç bir təzyiq yaratmadan o fiziki əlaqənin qapısını yenidən aralaya bilər. Və gəldik dördüncü, bəlkə də hamısından ən təhlükəlisi olan davranışa, səssiz təslimiyyət.
Bunun digər adı apatiyadır, yəni laqeydlik. Bu, o vəziyyətdir ki, partnyorunuz artıq heç nə üçün mübarizə aparmır. Nə dalaşır, nə mübahisə edir, sadəcə susur. Sanki sonu çoxdan qəbul edib və sadəcə gözləyir. Bilirsinizmi? Münasibətdə ən qorxulu şey davalar deyil, ən qorxulu şey sükutdur. Dalaşmaq, mübahisə etmək o deməkdir ki, hələ də bir şeylərə əhəmiyyət verirsiniz, hələ də xilas etməyə çalışırsınız. Amma laqeydlik nifrətin yox, sevginin əsl əksidir. Bu, birinin artıq döyüşdən çəkildiyini, təslim olduğunu göstərir. Bir insanın emosional olaraq o çıxış qapısının ağzında dayandığını bu siqnallardan anlamaq olar. O insan artıq gələcəkdən danışmır, çünki özünü o gələcəyin bir parçası kimi görmür. Problemləri həll etməyə cəhd etmir, çünki artıq heç bir məna görmür. Və ən acısı nədir bilirsiniz? Bəzən elə hiss edirsiniz ki, o sadəcə sizin son nöqtəni qoymağınızı gözləyir. O cəsarəti sizin göstərməyinizi. Yaxşı, bu ölümcül səssizliyi qırmaq üçün nə etmək olar? Bir üsul var, ünsiyyət tərzinizi dəyişin. Sən həmişə belə edirsən kimi, ittiham dolu cümlələr yerinə mən belə hiss edirəm ki, ilə başlayın. Bu, qarşınızdakı insanı dərhal müdafiəyə çəkilməyə məcbur etmir. Əksinə, bu bir ittiham yox, bir söhbətə dəvətdir. Və bir şey unutmayın, bütün bu danışdıqlarımız kimisə günahkar çıxarmaq üçün deyil. Heç kim mükəmməl deyil və hər münasibət enişli yoxuşlu yollardan keçir. Burada əsas məsələ günahkar axtarmaq yox, problemi anlamaq və onu həll etmək üçün birlikdə addım atmaqdır. Çünki bu yol tək başına gedilmir. Dəyişiklik hər zaman 2 nəfərlikdir. Beləliklə, gəlin o 4 səssiz siqnalı bir daha yada salaq. Emosional divar, cəhdin sönməsi, yaxınlıqdan qaçış və səssiz təslimiyyət. Bəli, bunlar bir münasibəti içəridən yeyib bitirən səssiz düşmənlərdir. Amma unutmayın, adını bildiyiniz düşmənlə mübarizə aparmaq daha asandır. İndi isə növbə sizindir. Bu danışdıqlarım sizə talış gəldimi? Bəlkə siz də bu davranışlardan birini yaşamısınız və ya hal-hazırda yaşayırsınız. Öz hekayənizi, təcrübənizi şərhlərdə bizimlə bölüşün ki, hamımız bir-birimizdən öyrənək. Əgər bu söhbətimiz sizə faydalı oldusa, bəyənməyi və bu kimi mövzulardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın. Və ən sonda, bunu heç vaxt unutmayın, sevgi səssizlikdə ölməyə layiq deyil. Ən güclü, ən gözəl münasibətlər səssizcə yox, açıq-aydın danışaraq, cəsarətlə qurulur. Özünüzə və münasibətinizə yaxşı baxın.